Vaxtilə Moiklə 1-ci divizionda, Ağrısporla Türkiyənin Bal Liqasında ən sərrast oyunçu adını qazanmısan. İndi region liqasında bombardirlərdən birisən. 13 qol, maşallah. Səncə fərqlənməyə və səbəb nədir? Hücumçunun fərqlənməyi üçün əsas meyarlardan biri odur ki, yəni topun əvvəlcədən hara gələcəyini hiss eləmək və təhlükə zonalarında olmaq və ən əsası da ki, bitiricilik. Mən belə fikirləşirəm ki, yəni məndə ən böyük xüsusiyyətlərdən biri topun hara gələcəyini əvvəlcədən sezmək və bitiricilik xüsusiyyətlərinin yüksək olmasıdır. Real, oyundan əvvəl əhval-ruh pozan pis bir hadisə baş versə, meydanda oyuna təsir eləyir? Yox deyərdim, çünki nəyə görə hər hansı bir hadisə baş verdikdə istər-istəməz baş hakim fiti verdikdən sonra hər şey yaddan çıxır. Bütün fikir, zikir hamısı oyunda olur. Nə olur? Keyfdə deyil bu. Adı nədir şeyin? Ləyaqət, şərəf. Deyəsən şərəfdir bu. Şərəf. Bəxtiyar Sultanovun içəriyə doğru ötürməsi. Başladı və gol! Real dubl elədi. Bəli. Real yenə də başla soru silkəlir. Nəcəfov.